Salam əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Bugün sizlərin qarşısında çoxlarınızla diqqətini çəkəcək PlayStation 3 oyunlarını necə telefonda oynamaq olar, bunun haqqında bir video hazırlamışam. Ümid edirəm ki, belə videolar sizlər üçün faydalı olur. Başdan qabaq xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolarla sizlərin sıx-sıx qarşısında olaq dostlar. PlayStation 3 oyunları bildiyiniz kimi PlayStation 3'ü olmayanlar və bunu evində PlayStation 3 olmayanlar və istəyir ki, telefonda da PlayStation 3 oyunları oynaya bilsin və bu yaxınlarda PlayStation 3 oyunlarını oynamaq üçün emulyator çıxardıblar dostlar. Mən də bunu sizlərə göstərmək istədim. Çox uzatmadan keçək telefonumuza bu PlayStation 3 oyunları necə qurlaşdırırıq və bu emulatoru hardan yükləmək olar, necə oyunları oynamaq olar, bunlar haqqında sizlərə detallı məlumat verək dostlar. Keçdik telefonumuza dostlar, bu şəkildə Google Play Store-u telefonumuzda açırıq. Qeyd edeyim ki, iPhone, yəni iOS işlətim sistemlərində bu proqram hələ ki yoxdur. Yəni PlayStation 3 emulatoru yoxdur, yalnız Androidlərdadır. Daxil olduqdan sonra axtarış yerinə bu şəkildə APS3 yazırıq və axtarış edirik dostlar. Axtarış etdikdə ilk sırada çıxan proqramı telefonumuza yükləyirik. Qeyd edeyim ki, versiyası köhnə olan, yəni telefonların buraxılış ili köhnə olan, Android versiyası köhnə olan telefonlarda bu proqram çıxmaya bilər dostlar. İndi gələcəkdə güncəlləmələrlə çıxar-çıxmaz onu bilmirəm, amma ümumiyyətlə mən sizə tövsiyə edirəm ki, daha güclü və RAM-ı daha yüksək olan telefonlarda bunu yoxlayasınız. Təbii ki, tutub da GTA 5-dir, RDR-dir, yəni Call of Duty-nin PlayStation 3-lərdə olan Call of Duty 1-dir, 2-dir, bunları yoxlamağınızı tövsiyə eləmirəm. İnanmıram ki, hansısa bir telefonun hələ ki bunun qrafikasını açmağa gücü çatsın dostlar. Düzdür, təbii ki, daha bahalı və güclü RAM-lı telefonlar var, daha işləmcisi güclü olan telefonlar var. Ümumiyyətlə onlar bəlkə bir cüzü olsa ki, yəni donaraq da aça bilər, amma yəni mənim telefonum misal üçün zəifdir, onun üçün çox güclü oyunlar oynaya bilmərəm dostlar. Bu şəkildə proqramımızı yüklədikdə burada oyna düyməsinə bir kere klik edirik və proqramımızın açılmağını gözləyirik dostlar. Proqramımız açıldıqda təbii ki, heç bir şey gəlmir ilk öncə. Bəzi dostlarımız elə bilər ki, bu açıldıqda həmən burada PlayStation 3-ün oyunları və PlayStation 3-ün ana ekranı gələcək. Yox dostlar, elə bir şey yoxdur. Bu şəkildə ekran gəlir və burada 3 nöqtədə gördüyünüz kimi burada menyular var. Install firmware kimi, install RAP. İndi bunların hamısını bir-bir izah edəcəm dostlar sizlərə. Necə oyunu yükləmək olur, bura install eləmək olur. Hamısını bir-bir sizlərə göstərəcəm dostlar. Dostlar, ilk öncə proqramı yüklədikdən sonra bizə lazımdır PlayStation 3-ün firmware, yəni PlayStation 3-ün software yazılımı lazımdır ki, bu proqram bizim oyunlarımıza açsın dostlar. Bunun üçün də google.com-a daxil oluruq. Google.com saytına daxil olduqda axtarış yerinə PlayStation, yəni bu siz qısaldılmış versiyasını yaza bilərsiniz. PlayStation 3 firmware bu şəkildə yazırsınız dostlar. Ən son versiya nədirsə onu yükləməlisiniz. Gördüyünüz kimi ilk sırada çıxan sayta daxil oluruq. PlayStation öz rəsmi saytına daxil oluruq dostlar. Qeyd edim ki, bunun linkini də videonun açıqlama bölməsinə əlavə eləyərəm. Həmçinin proqramın da linkini videonun açıqlama bölməsinə əlavə eləyərəm dostlar. Və burada biraz aşağı enirsiniz dostlar. Deməli, burada PlayStation 3 System Software Files bu şəkildə Reinstall Computer. Baxın, buna bir kere klik edirsiniz və burada Download düyməsi var. Download PC Update. Bunun üzərinə bir kere klik edirsiniz. Əgər klik etdikdə sizdə də bu şəkildə yüklənmirsə, üzərinə basılı tutursunuz dostlar. Basılı tutub da yeni sekmədə aç bölməsinə açdıqda bu proqram telefonunuza yüklənmiş olmalıdır. Baxın, gördüyünüz kimi 196 MB yeri var dostlar. Bunu sakla deyirik, yəni telefonumuza yükləməsini gözləyirik dostlar. Yəni bu bizə PlayStation 3-ün yazılımıdır. Lazım olacaq ki, PlayStation 3-ün oyunlarını oynamağa lazım olacaq dostlar. İndi isə proqramın yükləməyini gözləyək, daha sonra videomuzun davamını sizlər üçün göstərək dostlar. Dostlar, yükləmə bitdikdən sonra yenidən emulatorumuza daxil oluruq, yəni yüklədiyimiz emulatora daxil oluruq. Daxil olduqdan sonra burada 3 nöqtə var dostlar. Buna bir kere klik edirik. Klik etdikdən sonra Install Firmware bölməsinə bir kere klik edirik dostlar ilk öncə və bayaq yüklədiyimiz PlayStation 3 proqramını daxil edirik, yəni seçirik dostlar. Deməli, burada harda yüklənib? İndi bunu mən tez bir şəkildə dostlar, yəni hara save eləmişsinizsə o şəkildə ora düşür dostlar. Proqramı seçdikdən sonra baxın ekrana Install Firmware yazısı çıxacaq. Yəni PlayStation 3-ün yazılımını yükləmiş olur.
Baxın 2 dəqiqədə yüklədi. Heç bir problem olmamış. PlayStation üçün proqramını yüklədik. İndi isə qaldı bizə oyunları yükləmək və oynamaq dostlar. Burada 2 dənə seçenek var dostlar. Biri install RAW və PCK formatındadır oyunlar. Biri isə ISO formatındadır. Burada məsləhət görürəm ki, ISO formatını tapa bilsiniz oyunları o şəkildə yükləyin. Çünki bu daha rahat gəldi mənə. RAW və PCK formatında isə bəzən lisenziya problemləri verə bilər. Onun üçün də dostlar təbii ki bu videoda oyunları hardan yükləmək olar onu göstərə bilmirəm. YouTube problem yaradır çünki korsan oyunlardır. Amma bunlar haqqında fikirli.live saytımıza videonun açıqlama bölməsinə əlavə etmişəm. Daxil olaraq məlumat ala bilərsiniz oyunlar haqqında və RAW PCK formatı nədir, hardan yükləmək olur, hamısı var, amma təbii ki göstərə bilmirəm dostlar. Baxın, install PCK. İlk öncə PCK formatında oyun yükləməyi göstərəcəm. Mən bundan əvvəl video çəkməmişdən əvvəl bəzi oyunlar yükləmişəm, PlayStation 3 oyunları təbii ki. Install PCK düyməsinə bir kərə klik edirəm və telefonumdan PCK formatında yüklədiyim oyunu mən seçirəm dostlar. Deməli, ilk öncə burada hansıdır? Bir dənə mən seçim. Baxın, burada Real Steel adında bir dənə oyun yükləmişəm dostlar. Bunu seçirəm və Install Link Game görürsünüz bu şəkildə yükləyir. Adətən döyüş oyunudur dostlar. Biraz telefonun çox qrafikası çox böyük deyil. Yəni onun üçün yüklədim ki, bu videoda problem yaranmasın dostlar. Aha, yüklədikdən sonra refresh deyirəm. Refresh dedikdə baxın, gördüyünüz kimi oyunumuz avtomatik ana səhifəyə düşdü dostlar. Real Steel bunu bilənlər bilir. PlayStation 3-də də var. PlayStation 3 oyunudur. Və yükləndikdən sonra üzərinə bir kərə klik edirəm və oyunumuzun baxaq görüm necə açılır. Bu şəkildə ekran açılır. PlayStation 3-ün ekranında olduğu kimi düymələri L1, L2 düyməsi, X yumru 4 buzaq, 3 buzaq düyməsi, Select düyməsi, Start düyməsi həqiqətən superdir dostlar. Və təbii ki burada modüllər yüklənir dostlar. Bunu gözləmək lazımdır. Bu biraz uzun çəkir. Oyundan oyuna təbii ki dəyişkənlik göstərir. Yəni biraz həcmi böyük oyun yükləsəz, burada daha çox çəkə bilər dostlar. Bu yüklənmə bitsin, daha sonra videonun dalında oyunun necə açılıb sizlərə göstərək dostlar. Dostlar, deməli məndə Real Steel açılmadı. Onun yerinə Super Mario yüklədim. Bu da PlayStation 3 oyunu. Yəni burada PlayStation 3-dən başqa heç bir oyunu açmır. Bunu yüklədim, mən modüllərini yükləməni gözlədim və təzədən açıram. Yəni istədiyiniz oyunu açıb bu şəkildə aça bilirsiniz. Sadəcə ola bilər elə telefon var, gücü çatmır dostlar. Yəni ekran kartının içərisində RAM gücü çatmır, açılmır. Yəni siz də fərqli oyunları yoxlaya bilərsiniz. Mən burada videoda olduğum üçün belə Super Mario kimi oyunlar olsun. Təbii ki telefonum da o qədər güclü bir telefon deyil. Yəni güclü telefonlarda daha yaxşı oyunlar aça bilər dostlar. Bu şəkildə ekranımız baxın bu modüllərin yükləməyini gözləyirik. Baxın belə oyunumuz açıldı. Burada standart X düyməsidir və burada 3 bucaq düyməsidir, Selectdir. Start düyməsini basırıq, X düyməsini basırıq. Yəni bildiyiniz PlayStation 3 oyunudur dostlar. Bu şəkildə oyunumuzu oynaya bilirik dostlar. Baxın. Bu standart Mario oyunudur. Onun üçün burada baxın bu şəkildədir. Buradan idarə eləmək olur. İstədiyiniz kimi bu X düyməsini basırsınız, hərəkətə keçir. 4 bucaq düyməsini nə edir? 3 bucaqla. Bu analoglar yerinə də belə bir funksiya qoyublar dostlar, hərəkət elətdirmək üçün. İndi fərqli oyunlarda daha fərqli nəticələr əldə etmək olur. L1, L2, L3 düymələri hamısı var dostlar bu şəkildə. İndi isə dostlar Minecraft oyunu yükləmişəm. Onu sizlərə göstərmək istəyirəm. Görün Minecraft oyunu açacaqmı? Düzdür, mənim telefonum o qədər güclü telefon deyil. Ona görə
Çox böyük ehtimalla qaldırmayacaq. Məsələn 2 GB RAM-ı var. 8 GB, 6 GB RAM telefonlar var. Dostlar orada yoxlamasız oyunları aça bilər daha rahatlıqla. Düzdür, götürüb də yəni burada GTA 5-dir, Call of Duty-dir, Raider 2-dir. Təbii ki, bunları yoxlamayın. Yəni açılsa belə, ekranı dona-dona açılsa belə, yəni tövsiyə eləmirəm. Çünki telefonu çox yoracaq. Detallarını çox yoracaq telefonun. Dostlar, indi isə ISO şəklində necə yükləmək olar? Bu PCK formatındadır. Yenə 3 nöqtəyə bir kərə klik eləyirik. 3 nöqtəyə klik etdikdən sonra burada install set ISO bölməsi var. Buna bir kərə klik edirik və mən burada Minecraft-ı yükləmişəm ISO şəklində. Onu seçirəm dostlar. Burada baxın, Minecraft-ı seçdikdə burada sırazı ekrana düşdü. 3 dənə oyun yükləmişəm. Yəni də Minecraft-ın üzərinə bir kərə klik edirəm. Burada açılmağını gözləyirik. Yenə burada modülləri yükləyir dostlar. Bu uzun çəkir. Həqiqətən çox uzun çəkir. İndi bilmirəm bir müddətdən sonra update gətirib bunları düzəldirlərmi? Daha tez yüklələrmi? Daha böyük həcmli oyunlarda bu daha çox uzun çəkir. Bu bitsin dostlar. Görək Minecraft açılacaqmı? Amma yəni açılsa açılmasa da yəni də budur dostlar. Heç bunu sizlərə göstərib də vaxt itirmək istəmirəm. Bu yəni də uzun çəkir biraz. Çalışacağam yükləmə ekranı bitdikdən sonra sizlərə bunu göstərim dostlar. Bu şəkildə. İndi isə bu yüklənsin Minecraftımız. Sizlərə baxaq görək telefon açacaqmı dostlar. Bunu göstərək dostlar. Yəni mənim telefonum qeyd edim ki 2 GB RAM-lıdır. Zəif bir telefondur. Onun üçün yəni bunları belə bu şəkildə də açmağı normal bir şeydir. Açıb açmamağı. Dostlar, yükləmə bitdikdən sonra Minecraft-ı açmağa çalışdım. Mənim telefonum təəssüflər olsun ki, açmadı. Yəni gücü çatmadı dostlar, qaldırmadı. Ola bilsin sizin telefonunuzda bunu qaldırar, yəni yoxlayıb baxa bilərsiniz dostlar. Bu şəkildə gördüyünüz kimi yüklədiyiniz oyunlar ana səhifəyə düşür dostlar. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, belə videolar sizin xoşunuza gəlir dostlar. Belə maraqlı kontentlərin gəlməyini istəyirsinizsə, kanalımıza abunə olun və bizə dəstək olun dostlar. Videolarımızı bəyənin, dostlarınıza paylaşın dostlar. Həqiqətən çox əziyyət çəkirik. Fikirli kanal olaraq hər zaman sizlərin yanındayıq dostlar. Yəni bu videolar çəkərkən həqiqətən çox əziyyət çəkirik dostlar. Sizlərin etməyiniz gərəkən şey videonu izlədikdən sonra bəyəndinizsə tək etməyiniz gərəkən şey videonu bəyənib və dostlarınıza paylaşmaq, təbii ki, abunə olmaq dostlar. Təqdim etdiyi fikirli kanalı.